İmam Zaman əleyhissalamla bağlı, ağamızın zuhuru ilə bağlı Allahın vədəsi mütləqdir. Quran-ı Kərimdə Allah Teala bizə vədə verib və Quran-ı Kərimdə ayələrində buyurub ki, Quran-ı Kərimdən də qabaq Allah Teala Tövratda, Zəburda, Quran-ı Kərimdən qabaq olan müqəddəs kitablarda belə vədə verib ki, İmam Zaman əleyhissalamın zuhuru, gəlişi mütləqdir, baş verəcək. Və Peyğəmbər və onun pak əhli beyti, Allahın salamı olsun onlara, onlar da bizə vədə veriblər ki, bilin, dünya belə gedməz, dünyanın sonunda, dünya zülmlə dolandan sonra ədalətli bir şəxs, Peyğəmbər balası, xanım Fatimə-i Zəhra salamullah əleyhanın nəslindən gələcək, adı mənim adım olan və sifətlərini deyib və yer üzərində haqqı, ədaləti bərpa edəcək. Nə zaman gələcək? Bundan qabaq dedik. Dəqiq ağamızın gəlişini heç kəs deyə bilməz. Allah Taala'dan başqa heç kəs deyə bilməz ki, İmam Zaman filan vaxtı gələcək. Amma bizə deyiblər əlamətlər, nişanələr var ki, sizə bir neçə xutbə, cümə xutbəsindən qabaq sizə bu barədə danışdım. Məxsus bir gün deməyiblər, filan vaxtı gələcək, filan ildə gələcək. Amma əlamətlər, nişanələr deyiblər bizə. Danışdım sizə. Süfyani, Yəmani, Nəfs-i Zəkiyyə, o cümlədən də Xəsf-i Beyda adlanan torpağı da Süfyani ordusunun batması və o cümlədən də göydən, asimandan İmam Mehdi əleyhissalam və atası Həzrət əleyhissalamın cəddinin adının çəkilməsi, bunlar nişanələrdir ki, imamlardan bizə gəlib çatmışdır. Allahın salamı olsun onlara. Amma başqa bir mövzu bundan ibarətdir ki, Allah Taala'nın vədəsi mütləqdir. İmam Zaman gələcək əleyhissalam. Vaxtı da bilinmir. Amma biz bəs neynəməliyik? Ağam gələcək, İmam Zaman gələcək əleyhissalam. Mən neynəməliyəm? Sən neynəməlisən? Bunun üçün bizə deyirlər, bizim vəzifəmiz var. Bəli, bizim vəzifəmiz var. O vəzifələrin başında bu durur. Ağanın gəlişinə, ağanın zuhuruna hazırlaşmaqdır. Biri bir yerə getmək istəyəndə, birini yolun gözləyəndə hazırlaşmalıdır. Bizə deyiblər, İmam Zaman ağa gəlməmişdən qabaq hazırlaşmalıyıq. Hazırlığımız elə olmalıdır ki, biz İmam Zaman əleyhissalamın köməkçilərindən, ənsarından və hətta imamla bir yerdə, imamın hüzurunda, imamın apardığı müharibədə onunla bir yerdə şəhadət şərbətin içənlərdən olaq. Cümə günü, bax elə bu cümə günündə İmam Zaman ağanın ziyarətnaməsi var. Salam veririk. Salam olsun Allahın yer üzərində olan imamına, höccətinə. Salam veririk, sonra gəlib Allahdan belə bir dua edirik. Və an yec'alani minel muntəzirin lak. İmam Zaman ağa, Allah Taala'ya and verirəm, istəyirəm Allahdan. Allah məni sənin yolunu gözləyənlərdən, intizarını çəkənlərdən qərar versin. Amin. Bu birinci mərtəbədir. Adam var heç yolun gözləmir. Amma adam da var gözləyir. Yaxşı. İntizar, gözləyirəm, kimsə gələcək. Hansı ruhiyyədə olmalısan? Və tabi'inə, məni sənə tabi olan, sözünə qulaq asanlardan eləsin. Və nasirinə ləkə alə a'daik, məni sənin düşmənlərinə qarşı vuruşmaqda sənə köməkçi eləsin. Amin. Sonda və müstəşhədinə beynə yədəyik fi cümləti avliyaik, sənin hüzurunda ağa rəhbərdir, girmirsən meydana, qılıncı götürmüsən, əlinə silah götürmüsən, hər nədirsə, İlahim mənə İmam Zamanın hüzurunda şəhadət şərbətini içməyi nəsib elə. Amin. Bu qədər bizim imamlarımız bizə tapşırıblar ki, ağanın yolunu gözləyin. Yaxşı, İmam Zaman əleyhissalamın zuhurunda biz kömək eləsək nə qazanırıq? Mən indi sizə elə şey danışacağım. Elə biləm bu məclisdən gedəndən sonra hər gün arzu elərsiniz ki, Allah bizə onlardan qərar versin. Bilin, hələ İmam Zaman əleyhissalam dünyaya gəlməmiş. Nəinki biz. Hələ ağamız İmam Zaman əleyhissalam dünyaya gəlməmiş. Onun cəddi, 7-ci imamımız İmam Musa Kazım əleyhissalam İmam Zamana kömək eləyənlərə dua eləyir. Peyğəmbər onlara dua eləyib. Həzrət Əli onlara dua eləyib. İmam Musa Kazım əleyhissalamdan oxuyum. Görün, imamın şagirdi deyir ki, cümə günü idi. Bax, elə cümə günü idi. Getdim İmam Musa Kazım əleyhissalamın yanına. Gördüm Cəfər-i Təyyar namazı qılır. Mütləq bu namazı qılın. İmamdır namazını qurtardı. Namazını qurtarandan sonra əllərini qaldırdı Allahın dərgahına. Başladı Allahla münacat eləməyə, razı niyaz eləməyə. Allaha and verdi adlarını. Ey o Allah ki, bütün dilləri başa düşürsən. Fars, türk, ərəb, Allah üçün fərqi yoxdur ki. Ey o Allah ki, insanların səsi hərə bir cür Allahı çağırır, səni səhvə salmır. Dedi. Sonra burada, ey Allah ki, qəbirdə olanları yerdən qaldıransan. Ey o Allah ki, sümüklər çürüyəndən sonra onları dirildənsən.
Allahın adını çağırdı. Peyğəmbər əhl-i beytinə salavat göndər. Ondan sonra o salavatı deyəndən sonra İmam Zaman ağa üçün xüsusi dua elədi. Sonra belə buyurdu. Və suq iləyhi əshabə. Ağamızın o əshabı, ona köməkləri ona tərəf yönəldi. Və qavvi nasiri. İmama kömək eləyənlərə qüvvət ver. Kim İmam Zamana kömək eləyir? İmam Musa Kazım ona dua edir ki, Allah ona qüvvət ver, ona güc ver. Bu qədər mühümdür. Qədrinizi bilin. 2. İmam Zamana kömək eləyən, bilirsiniz kimin cərgəsindədir? İmam Zaman ağa gələndə ona kömək eləyənlərin cərgəsində gələcək. Kim pak, təmiz yaşasa, sağ qalsa ki, sağ qalıb. Sağ qalmasa, dünyasını dəyişsə, bizim əqidəmizdir. Quran-ı Kərimə əsasandır, xurafat deyil. Allah Taala qəbirdə olanlardan kimlərisə bildiyi, məsləhət bildiyin dirildəcək, onlar İmam Zaman ağaya köməkçi olacaq. Kimdir onlar? Bizim mötəbər əlimizdə olan əhl-i-beyt imamlarımızdan Allahın salamı olsun onlara, əlimizdə gələn hədislərə, hikmətli kəlamlara əsasən İsa Peyğəmbər. Bir, İmam Zaman ağanın köməkçiləri Peyğəmbərlər olacaqlar. Ağamız zuhur elədi, Allah Taala bir neçə Peyğəmbər ona kömək eləməyə göndərəcək. Biri İsa Peyğəmbərdir, birinci. İmam Zaman ağanda nə idi? Vəziridir. Rəhbər odur, vəzir kimdir? İsa Peyğəmbər. 2. Bəzi hədislərdə var İsmail Sadiqul Vəd. Quran-ı Kərimdə Allah Taala bizə 2 dənə İsmaildən danışıb. Bir İbrahim Peyğəmbərin oğlu, Qurban bayramında adı qeyd olunan. 2. Sadiqul Vəd. Öz vədəsinə əməl eləyən İsmail. Allahın salamı olsun onlara. Bəzi hədislərdə İmam Zaman ağa köməkçilərdəndir. 3. Daniyal adında bir peyğəmbərin adı çəkilib. Haqqında danışacağam. İmam Zaman ağanın köməkçilərindəndir. 4. Yunus peyğəmbər adı çəkilib, balığın qarnına düşən peyğəmbər ki var. Allah Taala ona İmam Zaman ağaya köməkçilərdən qərar verəcək. Bir də hədislərə əsasən bu gün də İmam Zaman ağanın onunla ünsiyyət tapdığı şəxs olan sağ qalan peyğəmbərlərdən Xızır peyğəmbər İmam Zaman ağaya köməkçilərdəndir. Mələklər kimdir? 2. İmam Zaman ağaya kömək eləyən mələklərdir. Qədrinizi bilin. Siz də o cərgədə olasınız. Kimdir onlar? Kəmaləddin kitabında Şeyx Səduqun nəqlinə əsasən İmam Sadiq əleyhissalam buyurur. Hədis uzundur, mən qısa deyirəm sizə. Görürəm imam atına minib və deyir. Sonra imam deyir ki, Peyğəmbərin bayrağını açacaq. Peyğəmbərin bayrağı kimdə olacaq? İmam Zaman ağada. Peyğəmbər döyüşdə açdığı bayraq ki var, o bayraq İmam Zaman ağadadır əleyhissalam. O bayrağı açacaq. Mələklər nazil olacaq. Nə qədər? 13.000 mələk və 13 xüsusi mələk. İmam Zaman ağa kömək eləyəcək. Kimdir o mələklər? Mələklərin tarixinə baxın. Nuh Peyğəmbər gəmiyə minəndə həmin vaxtda olan mələklər gələcək. İbrahim Peyğəmbəri oda atanda orada olan mələklər gələcək. İsa Peyğəmbəri Allah Taala çarmıxa çəkmək istəyəndə ki, qoymadı, qaldırdı göylərə, öz dərgahını apardı. O işi görən mələklər gələcək. Bədir döyüşündə 313 nəfərə kömək eləyən 4000 mələk İmam Zaman ağa ilə gələcək əleyhissalam. Və Kərbəlaya 4000 mələk gəldi. İmam Hüseyn ağaya kömək eləsin. Onlara döyüş icazəsi verilmədi. Onlar indi hardadır? İndi Kərbəladadır. Xoş Kərbəlaya gedənlərin halına. Allah biz onlardan qərar versin. İmam Hüseyn zəvvarlarına xidmət edirlər. Ağamızın qəbrinin yanındadır. O 4000 mələk İmam Zaman ağa ilə bir yerdə yer üzərinə gəlib və İmam Zaman ağa kömək eləyəcək. Sonra imam başqa bir hədisində buyurdu. Cəbrail əleyhissalam onun sağ tərəfində, Mikail əleyhissalam onun sol tərəfində, İsrafil əleyhissalam onun qabağında və Peyğəmbərin bayrağını açacaq. Dəstələr ona tərəf gələcək. Allah Taala onun əli ilə ədaləti quracaq, düşmənləri məhv eləyəcək. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Keçmiş peyğəmbərlərin ümmətlərindən. Bəli. Onlar ki, keçmişdə İmam Zaman ağa əleyhissalamın Əhl-i-Beyt əleyhissalamın buyurduğu kimi yaşayıblar, təmiz yaşayıblar. Bax, onların bir neçəsini mən burada adını çəkirəm, gələcəkdə geniş danışacağım onların barəsində. Musa Peyğəmbərin qövmündən 15 nəfər. Əshab-ı Kəhf, Quran-ı Kərimdə surəsi var. Əshab-ı Kəhf qayıdacaq, gələcək. Allah onları yenidən dirildəcək. Bir dəfə onları verdi yuxuya, bir dəfə diriltdi, təzədən onları qaldıracaq Allah Taala. Quranda ayədir. Biz nəsə xurafat danışmırıq. Kiminsə sualı var, Qurandan soruşsun.
Yuşə ibn Nun, Musa peyğəmbərin canişini gələcək. Bəs bizim peyğəmbərin, bəli, bizim peyğəmbərin də əshabından Salman gələcək. Peyğəmbər əlin qoydu Salmanın çiyninə, dedi, Salman, sən də qaydacaqsan o rəhbərin dövründə mənim balamın. Əbu Dücana Ənsari, hamısı qaçanda döyüşdən peyğəmbəri tək qoyanda qaçmayan kişilərdən biri olan Əbu Dücana Ənsari gələcək. Həzrət Əli İslamın silahdaşlarından, hamımızın tanıdığı qeyrətli, şücaətli, mərd kişi, Muaviyyənin onun qorxusundan qabağında qaçdığı Malik, Əşdər gələcək. Miqdad gələcək. Və digərlərin adları var ki, inşallah get-gedə hamısını danışacağım. Allah Taala'nın gücü ilə Qur'an-ı Kərimdə ki, buyurur biz dirildirik. İmam da Allah'a and verdi ki, ey ölüləri dirildən Allah, sümükləri çürüyəndən sonra ehya eləyən dirildən Allah, Allah Taala onları qaytaracaq. İmam Zaman Ağa'nın ordusunda yer üzərində haqqı bərpa etməkdən ötürü bu peyğəmbərlər, bu mələklər, bu pak insanlar İmam Zaman Ağa kömək edəcəklər. Yaxşı. Kim qaldı? Bəs biz, indi deyirəm, qulaq asın. Allahdan istəyin ki, Allah biz o dəstədən qərar versin. İmam Sadiq Əleyhisselamın tələbəsi Əmmar adında imamdan nəql eləyir. İmam buyurdu, and olsun Allaha, sizi Allah qəbul edəcək. Vallahi yuqbəl, Allah qəbul edəcək. And olsun Allaha, Allah sizi bağışlayacaq. Allah sizi qəbul edəcək öz dərgahına, sizi bağışlayacaq. Sizdən elə biriniz yoxdur ki, qibtə elədiyi, arzusunda olduğu, həsrətində apardığı şadlığa çatmasın, gözü işıqlanmasın. Onunla onun fasiləsi buraya çatana qədərdir. Əlin işarə elədi, düz hara? Bura. Yəni ölənə qədər. Narahat olmayın. Təmiz, pak yaşayın, imam vədə verir. Sonra imam buyurdu. Hər kəs bu əqidədə olsa, əhl-i beyti qəbulləsə, onlar deyən kimi yaşasa, hər kəs belə bir şəxs olsa, can verən halda, ölən halda, başı üstə peyğəmbər gələr. Həzrəti Əli gələr, Allahın salamı olsun ikisinə də. Cəbrail gələr. Cəbrail orada neynir? Bəli, Əzrail orada olmalıdır. Narahat olma, Əzrail də gələr. Bu fərd biz əhl-i beyti sevir. Düzdür ya yox. Bu zaman Həzrət Əli üzün tutar peyğəmbərə, deyir, peyğəmbər. Bu biz əhl-i beyti sevir. Onu sən də sev. Peyğəmbər də üzün tutar Cəbrail əleyhissalama. Deyər ki, Cəbrail, bu əhl-i beyti sevirdi. Sən də onu sev. Cəbrail üzün tutar ölüm mələyinə Əzrailə. Çətin andı ya, can verəndə. Cəbrail Əzrailə əleyhissalam deyər ki, bu adam Allahı, Peyğəmbəri, əhl-i beyti sevirdi. Sən də onu sev, ona yüngül tut. Onunla mehriban ol. Canını asan da al. Ölüm mələyi yaxınlaşar o ölən insana. Deyər, ey Allahın bəndəsi, öz azadlığının icazəsini, kağızını aldın. Bileti aldın bizim dinləndisi. Nədən? Cəhənnəm əzabından azad olmağını aldın kağızın. Amannama aldın. Dünya həyatında möhkəm ismət pərdəsindən deyə yapışmısan. İmam buyurdu, Allah Taala ona danışmaq tövfiqin verər ölən insana. Deyər, bəli, etiraf elər, aldım. Sonra ölüm mələyi ondan soruşar. Sənin bu aldığın, tutduğun, möhkəm yapışdığın ismət, böyük ismət ki var ondan yapışmısan, bilirsən nədir? O deyər, ölən insan cavab verər. Əli ibn Əbi Talibin vilayətidir, imamətidir. Mələk deyər, düz dedin. Düz deyirsən. O ki ondan qorxurdun, Allah səni ondan amanda saxladı. O ki ona ümidin vardı, Allah o ümidi sənə çatdırdı, sənə müjdə verir. Sənə bəşarət olsun, keçmişdəkilər, salih, pak insanlara birləşəcəksən. Onlarla bir yerdə, yəni Peyğəmbər, Əli, Fatimə, Allahın salamı olsun, onlarla bir yerdə olacaqsan. Ondan sonra ölüm başlayır. Deyir, onun ölüm mələyi canını yavaş alır. Çox mülayim, çox yavaş, mülayim onun canını alır. Bizim bu dünyada cəmaət molla çağır, ölüyən çağır, kəfən çağır. Bunların işi burada bizim vəzifəmizdir. Amma o dünyada Allah gör neynir. Behişdən onun üçün kəfən gətirir. Hənut gətirir. Ona qusul verirlər. Onu kəfənə bükürlər, behişt kəfəni ilə. Ona hənut vururlar. Sonra ona əyninə sarı rəngdə behişt paltarını geyindirirlər. Onu qəbrə qoyurlar. Qəbrə qoyandan sonra behişdən ona qapı açılır. O qapıdan nəsim küləklər gəlir. Behiştin xoş iyi gəlir. Sağ tərəfdən, qabağından, sol tərəfdən
bir ay yol gedəcəyiniz qədər Allah Teala onun qəbrini geniş edir. Ona deyilir, sən hədisdə gəlib deyirəm, gəlin otağında yatdığı kimi aram istirahət elə yat ki. Müjdə olsun sənə, behiştin iyi, behiştin nemətlərini ki, əbədi nemətlərdir və Allahın razılığını sən üçün. Maşallah. Sonra ardına qulaq as. Bunun ölümü belə oldu, təmiz yaşayıb, kişi kimi yaşayıb, İmam Zamanın yolunu gözləyib, zülmə boyun əyməyib, haqqı deyib, İmam Zamanın gəlişi üçün kömək eləməyə hazır olub. Sonra Allahın Rizvan behiştində onu apararlar ziyarətə, o dünyada gedəcək ziyarətə. Kimin ziyarətinə? Peyğəmbərin, Allahın salamı olsun ona və Peyğəmbərlə bir yerdə olanları. Onlarla bir yerdə əyləşib süfrəyə qonaq olacaq. Onların yediyindən, içdiyindən yeyəcək, Peyğəmbərin qonağı olacaq. Onların məclisində onlarla oturub danışacaq. Bəh. Onlarla Peyğəmbər, imamlar əleyhissalam danışacaq. Sonra nə oldu? Məqam yetişdi. İmam Zaman ağa zuhur eləyəcək. Allah Teala onu qəbirdən qaldıracaq və İmam Zaman ağanın zuhurunda o gəlib, dəstə-dəstə gəlib İmam Zaman ağa ləbbeyk deyənlərdən olacaq. Maşallah. Nə gözəl. Bax, bu da Əhl-i Beytin vilayəti. Bu da Əlinin vilayəti. Allahın salamı olsun onlara. Kim belə imamlarımızın dediyi kimi yaşasa, üzr istəyirəm, da yeyib içməklə, yatmaqla, kasıblara kömək eləməməklə, məzdumların dadına çatmamaqla, xalqa, millətə xidmət etməməklə bunlar əldir. Bu yeyib içək, yata namazımızı qılırıq, vacib bununla olmaz. Əli əleyhissalam necə yaşayıb? Əhl-i Beyti necə görüb o? O belə yaşayıb. Yoxsa bir adam ki, bu günləri 50 mindən öldürülən, Fələstində öldürən körpələrə, qadınlara, dinc insanlara susursa, deyirsə, inşallah mən elə bu behişdə olacam. İmam Zaman ağa da gələndə, İmam Zaman ağa gələndə zalimlərin boynunu vurmağa gələcək, sən ona görə kömək eləsən. Bu gün zalimlə mübarizə aparmırsansa, İmam Zaman ağa kömək eləməyəcəksən. Kimin adını çəkdi? Malikəşlər. Bu hədisə kimdə uyğun? Malikəşlər. Belə yaşadı da. Salman belə yaşadı və Peyğəmbər imamlarımız deyir, Allah onları qəbirdən qaldıracaq. İmam Zaman ağa kömək eləyəcək. Yox, bu malikəşlər kimi yaşamayıb, yeyib içib, ancaq gəzib. O necə qayıtsın? Hara qayıtsın? Təzdən yeyib içməyə qayıtsın. Kifayət qədər yeyib içdi, fürsət buna verildi. Ona görə qardaş, imamlarımızın dediyi kimi yaşasaq, sağ qalsaq İmam Zamanı görmüşük, ona kömək eləyəcək inşallah. Əgər ölsək, İmam buyurur, Allah bizi belə qəbirdən dirildəcək, İmam Zaman ağaya köməkçilərdən eləyəcək. Allahın verin Peyğəmbər və onun pak Əhl-i Beytinə. Allahın verir Kərbala şəhidlərinə. Allahın verir bu cümə günü hörmətinə. Pərvərdigara bizi İmam Zaman ağaya kömək eləyənlərdən, köməkçilərdən qərar ver. Amin.